Herkese salam, Aynur Həmidova 100 yeni mövzudan 6-cı testə baxırıq. Direct, indirect speech dərsidir. Əvvəlcə onu vurğulayım ki, bu dərsin özünün qaydaları var. Əvvəlcə onu bilməliyik. Yəni əmr cümləsinin öz qaydası var, sual cümləsinin öz qaydası var, nəqli cümlənin öz qaydası var. Bu barədə biz əvvəlcə nəqli cümlə haqqında paylaşım etmişik. Sual və əmr formasında paylaşacağıq. Testə baxaq. Əvvəl görək hansı növ cümlədir. Emma said to John, please help me carry these boxes. Dırnaq içində olan budaq cümlədən görsənir ki, bu cümlə əmr xahiş növ cümlədir və ən mühüm qayda əmr cümlələri ilə bağlı. Indirect speechdə əmr cümləsində feil to şəklində gəlməlidir. Yəni məstər şəklində daha doğrusu gəlməlidir. Əslində elə bu qaydadan biz variantlara baxan kimi cavabı çıxardırıq. Amma ola bilsin ki, biraz izah eləyək. Məsələn, to şəklində məstər harda var? A variantında görürsünüz, cavab elə A-dır. B variantı başqa niyə ola bilməz? Çünki dediyimiz kimi məstər şəklində gəlməlidir deyə əmr formaları. Burada that, he, should, help və s. yazılıb, ona görə avtomatik B variantı səhvdir. Həm də said əmr cümlələrində Emma said to John görürsünüz, bu feil ask, command, order kimi feillərə dönməlidir. Baxın, bu feil gördüyünüz kimi. Ondan əlavə C variantında if-i görürsünüz, if sual cümlələrində iştirak edir, nəinki əmr və nəqli cümlədə. Ona görə C variantında səhvdir. D variantında bu da əmr forması deyil. Suggested John help her carrying boxes. Başqa problem burada help'dən sonra digər feili gördüyünüz kimi carrying bu şəkildə verib. Ona görə D variantında səhvdir. Ümumiyyətlə Y variantında isə əmr forması deyil. Must help yazılıb gördüyünüz kimi. Yəni ümumiyyətlə yuxarıdakı cümlənin indirect forması deyil. Açıq-aşkar gördüyünüz kimi cavab A variantıdır. Və 7-ci sualla davam edirik. Gördüyünüz kimi 2 dənə cümlə verilib və variantlarda biz modallar müşahidə edirik. Z boşluq the warning signs about the storm. Onlar xəbərdarlıq əlamətləri tufanla bağlı. İkinci cümlədə now they are stranded in a dangerous area. Onlar təhlükəli bir ərazidə ilişiblər. Fikir versəniz tərcümədən məlum olur ki, xəbərdarlıq siqnalları, xəbərdarlıq əlamətləri, sonra ikinci cümlədə ki, təhlükəli yerdə ilişiblər. Birincisi biz baxırıq variantlara. Görürük ki, should notice var, should have notice var, should notice it, shouldn't notice. Deməli, burada biz bunları fərqləndirməliyik. Burada B və C variantları A, D və Y-dən fərqlidir. Yəni A, D və Y, bunlar modaldır ümumiyyətlə. Modallar bildiyiniz kimi indiki zamanda işlənir. Should, must, ought to və s. Və ikincisi, should have notice nədir? Bəs bunun ümumiyyətlə mənasını bilmək lazımdır. Bu, belə deyək, past regret, yəni keçmiş peşmançılığa işarədir. Keçmişə aid olur və keçmişdə olan peşmançılıqla bağlıdır. Yəni A, D və Y-dən fərqlidir bunlar mənası. A variantı deyir ki, onlar xəbərdarlığa baxmalıdır, diqqət eləməlidirlər. Amma biz tərcümədən başa düşdük ki, onlar artıq təhlükədədirlər və xəbərdarlığa baxmayıblar deməli. Ona görə A variantı keçmişə aid ola bilməz. Ümumiyyətlə D variantı modaldan sonra adi feil gəlməlidir. Notice it mümkün deyil gəlsin, yəni to-suz yalan bir feil gəlməlidir. Y variantı xəbərdarlığa baxmamalıdırlar, həmin qaydanla Y variantı da getdi. Qaldı B və C variantları və B variantı mənası nə olur? They should have noticed, yəni onlar xəbərdarlığa baxmalı idilər, amma baxmayıblar. C variantını qoysaq, onlar xəbərdarlığa diqqət eləməməlidirlər, amma ediblər. Yəni tərcümə ziddiyyəti var. Ona görə yuxarıdakı cümlə ümumiyyətlə C variantı mümkün deyil, uyğun olsun. Ona görə cavabımız B variantı. Yəni baxmayın təsdiqdir, should have noticed. Ümumiyyətlə bunun mənası peşmançılıqdır. Kaş baxardılar, baxmadılar amma. Kaş baxardılar, baxmadılar, ona görə də təhlükədədirlər.